Salam, hər vaxtınız xeyir. Bu videoda biz 3-cü qrupa imtahan verəcək olan 11-ci sinif şagirdlər üçün nəzərdə tutulmuş DİM-in 20 variant sınaq imtahanı kitabından sınaq imtahanı 8-ə nəzər yetirəcəyik. Sınaq imtahanının mövzuları həmdüz üzvlər, cümlədə söz sırası, əlavələr, ara sözlər və xitab mövzularını əhatə edir. Digər mövzuları əhatə edən sınaq imtahanları kanala yerləşdirilib. Siz həmin videolara baxaraq həm müəyyən məlumatlar əldə edə bilərsiniz, həm də kanala dəstək olmaq məqsədilə videoları bəyənib kanala abunə ola bilərsiniz. İndi isə keçək sınaq imtahanının suallarına. Birinci sual. Nümunələr üçün ortaq olmayanları müəyyənləşdirin. Qulaqlarının sifətinin sızıldadığını Xəlil indicə hiss etdi. Oranın sükutu, hədri, ətri ilə təkbətək qalmağı arzuladı. Burada hiss etdi, kim? Xəlil, nə vaxt, nə zaman? İndicə nəyi hiss etdi? Qulaqlarının sifətinin sızıldadığını. Digərinə baxırıq, oranın sükutu, hədri, ətri ilə təkbətək qalmağı arzuladı. Nə deyir? Deyir ki, həmciz tamamlıqlar işlənmişdir. Yadımıza saxlayırıq, burada söz birləşməsini görürüksə, söz birləşməsində həmcizli əsas tərəf əsasən təyin olunur. Yəni, əsas tərəf həmcizdirsə, biz buna həmciz üzv deyə bilərik. Amma söz birləşməsinin aslı tərəfində müəyyən sadalama görürüksə, bu həmcizliyi təyin etmək üçün səbəb deyil. Burada da ona görə baxırıq ki, sızıldadığını, qulaqlarının, sifətinin, ən azından bunu gördüyü aslı tərəfdirsə, deməli biz burada bu həmcislikdən danışa bilmərik. Ortaq olmayan deyir deyə biri götürür, çünki ikisində var oranın sükutu, hədri, ətri. Mübtəda ilə sintaktik əlaqəyə girməyən cümlələri hər ikisi işlənmişdir. Söhbət mübtəda ilə həm əlaqəyə girməyən cümlə üzvləri dedikdə tamamlıq və zərflik nəzərdə tutulur. Birinci cümlədə tamamlıq var, birinci cümlədə həm tamamlıq, həm zərflik var. İkinci cümlədə sadəcə tamamlıq var. Ona görə də hər ikisi dediyi üçün bu səhvdir. Tamamlıq feili birləşmə ilə ifadə olunmuşdur. Bu ortaq fikirdir. Çünki burada feili sifətdir, tərkibi, yəni burada da məsdər tərkibidir. 3 düzdür. Sadalanan sözlər söz birləşməsinin aslı tərəfidir. Aslı tərəfdir. Birincidə aslı tərəf idi, ikincide isə əsas tərəfdir. Ona görə 4-də ortaq deyil. Cavab olur A bənd. 2. Uyğunluğu müəyyənləşdirin. Tərkibində həmciz cümlə üzvü olan mürəkkəb cümlə, tərkibində həmciz cümlə üzvü olmayan sadə cümlə. Baxaq. Düşünürdük ki, mürəkkəb cümlədir. Baxaq görə həmcizlik var. Günorta yeməyinə gedəndə atasını da, anasını da. Burada artıq biz həmcizliyi gördük. Ona görə 1-ə gedir A. 2. Axı İranın Şah İsmail kimi, Nadir kimi qəvi hökmdarları Azərbaycanlı olmuşdur. Olmuşdur ki, İranın hökmdarları bu söz birləşməsidir. Üçüncü növ söz birləşməsidir və burada söz birləşməsinin sadəcə tərkibində olan sözlər var. Amma bu cümlə üzvünün həmcinsliyi demək deyil. Sadəcə o söz birləşməsinin tərkibinə daxil olunmuş sözlərdir. Ona görə bunu yazırıq B-yə. Daha sonra, canın da, beynin də yorğunluq, ağırlıq hiss etsə də bu oldu sadalama var və eyni zamanda mürəkkəb cümlədir. 1-ə gedir. Sonra, kişinin hissinə, hədəsinə öyrənmişdi. Kişinin hissinə, hədəsinə öyrənmişdi. Biz burada da həmcinsliyi görmürük və bu cümlə sadə cümlədir. Ona görə də burada 2-yə gedir D. 1-ə olur A və C, 2-yə gedir B və D. Baxaq variant Y bənd. 3. Hansı cümlədə həmciz üzvləri işlənmişdir? Oğlunun sütuna söykənib fikrə daldığını görən Cavahir daha heç nə demədi, heç nə soruşmadı. Elə bu həmcizdir. Soruşmadı, demədi. 4. Nümunədə hansı cümlələrin həmciz olduğunu müəyyənləşdirir. Hər halda çalğıçılar çalğılarına ara vermədi və birazdan Ziyad xanı tamam unutdular. Burada elə iki sözü gördüyü vermədi, unutdular. Hər ikisi eləyən çalğıçılardır deyə burada xəbərin həmcinsliyi var. 2-ni götürürük. Sonra, yuxusuzluqlarına baxmayaraq bir-birinin çalğısından həz ala-ala, bir-birini ruhlandıra zəflik var. 5-də var.
Tütəyin, sazın, kamançanın dili ilə dünyanın qocalığından, insanların gəlib gedərliyindən, əhddən, vəfadan tamamlıq olur. Nədən? Əhddən, vəfadan. Bunu da götürürük tamamlıq. 2 var, 3 var, 5 var, abət. Qardaşımla mən babam üçün kəndin kənarındakı bulaqdan səhər günorta su gətirərdik. Qardaşımla mən kim? Qardaşımla mən mübtəda. Səhər nə vaxt? Günorta nə vaxt? Bu da zərflik. Mübtəda və zərflik cavab oldu 1-5 C bənd. 6. Xitablardan biri isimlə ifadə olunmayıb. Tanrım, məni məndən qoru bu yaşda, bu isimdir. Qoca sifətdir. 7. Cümlə üzvləri həmzəsi ilə bağlı uyğunluğu müəyyənləşdirin. Müəyyən etməliyik, yəni hansı cümlə üzvünün həmzəs olduğunu. Qanlı qadalı illər idi. Nə ağına baxırdılar, nə də bozuna. Baxırdılar nəyə? Ağına, bozuna. Burada zərflik yoxdur. Yəni zərfliyin həmzəsliyi yoxdur. Birləri çıxırıq. Uşaq yatıb ya yatmayıb. Xəbər, düzdür. Bütün ömrü boyu alçaq hisslərin, umsuq əməllərin, qara qəlblərin şahidi olmuşdu. Baxaq, tamamlığın deyir əlavəsi var. Burada tamamlığın həmzisliyi var, daha doğrusu deyir, amma yoxdur. Niyə yoxdur? Çünki burada şahidi olmuşdu, mürəkkəb feildir. Qara qəlblərin şahidi, qəlblərin şahidi, əməllərin şahidi. Bunlar hamısı birlikdə xəbər gedirlər. Ona görə biz bunu götürmürük. Bu azadlıq və sərbəstlik, mübtəda. Onun arzuladığı azadlıq və sərbəstlik idi. Burada idi ixtisar olunub. Azadlıq idi, sərbəstlik idi. Hər ikisini götürə bilirik. Bu da oldu xəbər. Cavab olur 2-4 A bəndi. 8. Hansı birə bağlı fikir yanlışdır? Gözlərim, sizin də gözünüz aydın. Şəxsləndirən əşyaya müraciət olunub, bəli, gözlərə. Səndən, məndən ötən zərbə, vətən, vətən sənə dəydi. Xitab işlənmişdir, düzdür, vətən, vətən. Qaynar təbib, qaynar qanım qalır hələ. Həmziz üzürlü cümlədir. Düzdür. Palıd, səni kim yıxdı bəs? Mücərrəd varlığa müraciətdir. Palıd, konkret. Cavab olur D-bənd. Yanlışı soruşduğu üçün onu götürürük. 9. Uyğunluğu müəyyən edin. Ah, bu uzun sevda yolu vurulurmu başa könül? Nümunədə buraxılan durğu şarlar deyir, vergüllərdir. Baxaq, burada ahdan sonra vergül qoyulmalıdır. Vurulurmu başa könül? Könülə müraciət edilir deyə vergül doğru fikirdir. Biz bunu götürürük. Həyat əzizimsən, sən mənimkisən, sən məndən ötürü, həyat ikisən. Vergül. Həyat əzizimsən, sən mənimkisən, sən məndən ötürü, həyat ikisən. Vergül, yanlış fikirdir. Həyat, əzizimsən, burada da bir olur. Sən mənimkisən, sən məndən ötəri həyat. Burada da biri qoyulur. 3 vergül var, amma yanlış yazdığımız için bu artıq bizə lazım olur. Çünki biz burada uyğunluğu tapmalıyıq. Ona görə 2-ni çıxırıq. Sonra, elə istəyirəm ki, evə dönək, ay oğul. O danışsın, danlasın. Biz sevinək, ay oğul. Vergül, sual. Elə istəyirəm ki, evə dönək, ay oğul. O danışsın, danlasın. Biz sevinək, ay oğul. Yanlış fikir deyil, bəli, düz fikir ki, bu yanlış fikir. Cavab olur 1-3 A bəndi. 10. Uyğunluğu müəyyən edir. Cümlənin əvvəlində xitabdan sonra vergül işarəsi, xitabdan sonra vergül və ya nida işarəsi qoyula bilər. Cümlənin əvvəlində xitabdan sonra vergül və ya nida işarəsi qoyula bilər. Yanlış yazıb, bu doğru fikirdir. Bizə bu alınmadı, lazım olmadı. Cümlənin sonunda xitabdan əvvəl vergül qoyulur. Cümlənin sonunda xitab, bəli, xitab cümlədə sonunda gələrsə özündən əvvəl vergül qoyulur. Biz bu qaydadır, bilirik. Cümlə sonundakı xitabdan sonra durğu işarəsinin işlənməsi intonasiyadan asılı deyil. Xeyr, intonasiyadan asılıdır. Yanlış yazdığımız biz bunu da götürürük. Çünki yanlış fikirdir və qarşısında yanlış yazıb.
Buna görə cavab olur elə 2-3. Abət. 11. Hansı növbədə əlavə cümlə zövünə aid deyil? Yerə qar düşəndə onun köhnə döşəkçəsi qapının ağzında dəmir soba ilə üzbəyüz salınacaqdır. Qapının ağzı, yəni dəmir soba ilə üzbəyüz. Burada var. Yəni, piti namaz belə qudurub ki, bağrı atası yaşda kişini dirlikdə işlədir. Düzdür. Nazlının gəlişi bağrın ürəyindəki əbədi qorxunu, yəni bir damın altındakı kimsəsiz can vermək qorxusunu, bu da var. İdrisov Kürün qırağındakı meşəyə 2-3 gündən bir axşamüstülər baş çəkərdi. Var. Həm də Orxanın bura örüşə gəlməyi deyəsən Rızanın ürəyincə deyirdi. Rızanın ürəyincə olmayan nədir? Orxanın gəlməyi. Bu birlikdə söz birləşməsidir. Buradakı bu əlavə olanlar o söz birləşməsinin tərkibindəki sözlərdir. Yəni cümlə üzvləri deyil. Sadəcə söz birləşməsinin tərkibindəki sözlərdir. Ona görə eyni götürürük. 12. Hansı növbədə cümlə üzvünün əlavəsi işlənmişdir? Vətənini, ata-baba yurduna atan oğula qarşı mən nəcür olmalıyam? Kimə oğula, hansı oğula? Vətənini atan. Burada fe'li sifətin tərkibindədir bunlar. Bayaqki bəndindəki cavab kimi. Bu da söz birləşməsinin tərkibində olduğu üçün artıq bu cümlə üzvü yox, cümlə üzvünün tərkibindəki sözlərin bir-birinə əlavəsi kimidir. Ona görə bunu götürmürük. O yaşlı kök qadının, Tamaranın sulu gözlərindəki ani minnətdarlıq, həmin sazaqlı qış günü mənim ürəyimi daha da artıq sıxdı. Qadının gözlərindəki. Diqqət eləyək də, bu tredən soldakı sözdə yiyəlik hal gördüksə, biz mütləq bunun cümlədə bunun mənsubiyyə şəkilsini axtarmalıyıq. Yəni, mənsubiyyə şəkilsi olur. Bu da artıq olur söz birləşməsi. Və söz birləşməsində də tərəfləri arasındakı sözlərin əlavəsi olur. O da cümlə üzvünün əlavəsi hesab olunmur. Ona görə burada yiyəlik halı gördüm. Baxıram burada mənsubiyyət. Qadının gözlərindəki. Bu artıq cümlə üzvünün əlavəsi deyil. Bu medalyonun içində bizim övladlarımızın, yenə də yiyəli halı gördük, övladlarımızın şəkilləri. Bu da eyni vəziyyətdir. Atam hələ uşaq vaxtı öz atası, yəni mənim babamla birlikdə Arazın o tayından, Təbriz tərəfdən gəlib. Cavab elə olur D-bənd. Mən Azərbaycan balalarının Homeri, Danteni, Şekspiri, Höteni, Puşkini, öz doğma, gözəl ana dillərində oxuyacaqları günü görürəm, burada yoxdur. 13. Həmziz üzvlərdə ixtisar olunmayanları müəyyənləşdirin. Bu qayda sualdır. Burada inkarlıq şəkilçisi ilə zaman şəkilçisidir. Cavab olur 3 və 4. A bənd. 14. Hər adamı buraxmazlar axı elə məhkəməyə. Cümləsilə bağlı yanlış fikirlərdir. Məna incəliyi yaradan, təsir gücünü artıran köməsi nitq hissəsi söz sırasını pozmuşdur. Söhbət ədatdan gedir. Burada ədat söz sırasını pozmur. Ədatdan əvvəl söz sırası artıq pozulmuşdur. Yanlış fikirləri deyir. Elə bir yanlış fikirdir. Xəbərin yerinin dəyişdirilməsi ilə söz sırası, xəbərin yerinin dəyişdirilməsi ilə söz sırası pozulmuşdur. Hər adamı buraxmazlar. Bəli, burada hər adamı məhkəməyə, elə məhkəməyə buraxmazlar axı. Düz deyil. Burada buraxmazlar sona gəlməli idi. Ona görə də pozulmuşdur deyir, doğru fikirdir deyə bunu götürmür. İsmi birləşmə ifadə olunan cümlə üzvü yoxdur. Təbii ki, yoxdur. Müəyyən şəxsli cümlədir. Bu ümumi şəxs cümlə, çünki mübtədası yoxdur. Söz birləşmə ifadə olunan cümlə üzvü var, yoxdur. 1, 4, 5 D-bənd. 15. Ümumiləşdirilən sözlərlə işlənən həmciz üzvlü cümlələri müəyyənləşdirir. Ümumiləşdirilən sözlərlə işlənən həmciz üzvlü cümlələri. Bir sözlə daşqaya rast gəlmişdir. Burada həmcizlik yoxdur. Məsələn, sən məni bəyənib seçdiyin yerdən qaldırıb başqa yerlərdə əyləşdirər. Məsələn, səni məni bəyənib seçdiyin yerdən qaldırıb başqa yerdə əyləşdirər yoxdur. Mənim qohumlarım, yəni atam və anam burada var. O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedir. Məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa. Burada da var.
Cavab olur 3-4 A bəndi. 16. Hansı cümlədə xitab canlı varlığa aid deyil? Baxaq. Daş dəniz, daşqın dəniz, aşqın dəniz, şaşqın dəniz. Burada biri götürürük. Qadınlar bizə azadlıq verir, canlı. A qızım, canlı. Oğulda ey xəzri, cansız. Ağarma saçlarım, cansız. 1-4-5 C bəndi. Durğu şərlərin uyğunluğunu müəyyən edin. Vergül qoşa nöqtə tire. İşlənmə məqamları ilə bağlı olan bir sualdır. Baxaq. Vergül işlənir cümlənin həmziz üzvləri arasında bəli. Həmziz üzvlərdən əvvəl gələn ümumiləşdirici sözdən sonra qoşa nöqtə. Cümlənin həmziz üzvlərindən sonra gələn ara sözdən sonra vergül. Daha sonra həmziz üzvlərdən sonra gələn ümumiləşdirici sözdən əvvəl tire. Ümumiləşdirici sözdən sonra gələn bağlayıcıdan sonra qoşa nöqtə. 1-ə AC, 2-yə BY, 3-ə D cavab olur A bəndi. 18. Cümlədə ixtisar oluna bilər. Zar bu bulanıq söz selinin qarşısında tam bir köməksizlik duyurdu. Axı hissə qapılıb çılğın etirazlardan başqa nə ilə? Hansı dəqiq faktlarla, sübutlarla, larları görürsə burada lalar ixtisar oluna bilər. Buna görə cavab olur E bəndi. Daha sonra hansı cümlədə tire işarəsi qoşa nöqtələ əvəz edilməlidir? Siz sənət adamları bizim yolumuzda çalışırsınız. Bizim ruhumuza qida verirsiniz. Hər ikisi ümumiləşdirici söz əvvəl gəldi, özündən sonra qoşa nöqtə qoyulur. 20. Xəbərin həmziz mübtədalarla uzlaşmasında yanlış olan cümlə. Biz Aysel və Həsən xarici təhsillə maraqlanırıq olmalıydı. Cavab oldu A bəndi. Cümlədə buraxılmış vergül işarələrinin sayını müəyyən edək. Baxaq diqqətlə ki, yəni sonra səhv etməyək. O, biri burada. Həyatını gündə oynadığı rolundan bıkmış bir aktyor kimi. Qatarlara qoşulub dəyişməz reyslərlə gedən paravoz kimi bir vergül burada var. Son mənzilə, son pərdəyə biri burada var. Son pərdəyə biri burada var. Son dayanacağa bir də burada var. Son sükuta çatdırmalıdır. 1, 2, 3, 4, 5. Cavab olub C bəndi. 22. Həmziz üzvləri bir-birinə bağlamır. Gah da bağlayır, amma bağlayır. Sonra həm də bağlayır. Çünki bağlamır. Məsələn, bağlamır və bağlayır. Cavab oldu 4-5. 23. Nümunəyə sən yanlış fikirləri müəyyən edin. Dünyadan xəbərsiz olsam da, öz ürəyimlə, öz ağlımla görürəm hər şeyi. Yanlışları soruşur. Söz sırası pozulmuşdur, pozulub. Dünyadan xəbərsiz olsam da, öz ürəyimlə, öz ağlımla hər şeyi görürəm olmalıydı. Bir çıxdı, çünki yanlışı soruşurdu. Əvəzliyin 3 məna növü işlənmişdir. Öz, hər şeyi. 3 məna növü işlənir. 3 əvəzlik işlənib, 2 məna növü işlənib. Ona görə 4 səhvdir. Tərkib hissələri bağlayıcı ilə əlaqələndirilib. Sab olsam da. Bu da yanlış fikirdir. Duyğu şərəsi bərpa olunmalıdır. Burada işarələdi, onu görə bilmədim. Baxım, hə, öz ürəyimlə, vergül, öz ağlımla, ona görə bəli. Yanlış fikir deyil, yəni doğru fikirdir. Cavab olur 3 və 4. 24. Hansı cümlələrdə eyni ifadanı xitab və mübtəda kimi düşünmək olar? Bəzi durğu işarələri məqsədli şəkildə buraxılmışdır. Əminə qorxuram uşaq bir para cavanlara qoşulmuş ola. Əminə qorxuram uşaq bir para cavanlara qoşulmuş olar. Həm xitab olsun, həm mübtəda kimi olmur. Burada müraciət edeyim. Mahmud Əflatunu və Ərastunun kitablarından tutmuş İbn Sinanın əsərlərindən çox maraq kitab oxumuşdu.
Mahmud Əflatunun və Ərəstunun kitablarından tutmuş. Burada həm müraciət eləyə bilər, həm də deyir ki, Mahmud Əflatunun və Ərəstunun kitablarını oxumuşdu. Ona görə ikini götürürük. Nə lazımdır? Təşkil eləyərək Yoldaş Dadaşov müraciət. Özündən çıxma əşi, peşman olarsan. Yoxdur. Knyaz, siz nə vaxtacan suba gələcəksiniz? Müraciət. Bizə zülm eləyir xan həzrətləri. Bir müraciət eləyir ki, xan həzrətləri bizə kimsə zülm eləyir. Bir də deyir ki, bizə zülm eləyir xan həzrətləri. Yəni, xan bizə zülm eləyir. 2 və 6. 25. Hansı cümlədə zərfliyin əlavəsi işlənmişdir? Zərfliyin əlavəsi. 1514-cü il avqust ayında Səfəvilər dövlətinin hökmdarı. Burada söz birləşməsi tərkibində biri götürmürük. Sonralar. Varlı, pullu bir adam olandan sonra nə vaxt, nə zaman sonralar? 2-ni götürdük. Bir dəfə nə vaxt, nə zaman götürürük. Sofil Ləl Cəvahirin yarısını Mahmuda bağışladı və əslində Mahmudu yoxdur burada. 2-3. 26. Hansı cümlədə ara sözlər modal sözlərlə ifadə olunmayıb? Ara sözlər modal sözlərlə ifadə olunmayıb. Baxaq. Bir sözlə, həmin şənbə günü məhəllənin uşağından tutmuş böyüyünəcən hamı Əl-Abbas kişinin həyətində xartutun parçalanmasından xəbər tutdu. Ara söz modal sözlə ifadə olunmayıb. Burada modal söz yoxdur. 1. Diboşla bayram, axşam olmaz belə. Diboşla bayram, axşamı olmaz belə. Ara söz burada ümumiyyətlə. Ara sözlər modal sözlə ifadə olunmayıb. Diboşla bayram, axşamı olmaz belə. Burada yəni bizə lazım olan söz yoxdur. Çünki bizə lazım ki, o cümlədə ara söz olsun və ara söz, həmin ara söz modal sözlə ifadə olunmasın. Görürəm, boşqabları düzmüşsən, pulovda yəqin. Heyif ki var, bunu götürmürük. Görürəm, boşqabları düzmürsən, pulovda yəqin, bu da var, götürmürük. O gün daha öz aramızda qalsın. Dilarə deyib ki ona, burada öz aramızda qalsın, ara söz kimi istifadə olur, amma belə bir modal söz yoxdur. Ona görə 5-i götürürük. Bax bala, məndən sənə əmanət. Adam arasında çox söz olar. Məndən sənə əmanət. Bu da ara söz kimi işlənir, amma modal söz deyil. Cavab olur 1, 5, 6. 27. Ara söz işlənmiş cümlələrin uyğunluğunu müəyyən edin. Tabesiz mürəkkəb cümlə, tabeli mürəkkəb cümlə. Baxaq. Düzdür, 2-3 il belə seansdan sonra o sağaldı və xəstəxanadan çıxdı. Ara söz işlənmiş cümlənin uyğunluğunu müəyyənləşdirir. Tabesiz mürəkkəb cümlə, tabeli mürəkkəb cümlə. Düzdür, 2-3 il belə seansdan sonra o sağaldı və xəstəxanadan çıxdı. Yoxdur. Düzdür, zavodu, fabrika olan milyonçumuz yoxdur. Amma kisə-kisə kağız pulu çamadana yığıb yerin altında bastıranlara nə ad qoyaq? Düzdür, zavodu, fabrika. Amma düzdür, amma tabeli mürəkkəb cümlə. B. Sonra. Düzdür, fotolara yanaşanda nə isə yeni bir nigaranlıq his keçirdirdi, amma bu da getdi bura. Sonra. Əksinə onun qəmli dərli uçub getmiş, qəlbinə sonsuz bir şəfqət, bir mülayimlik çökmüşdü. Əksinə onun qəmli dərdi uçub getmiş, qəlbinə sonsuz bir şəfqət, bir mülayimlik çökmüşdü. Uçub getmiş, qəlbinə sonsuz bir şəfqət, bir mülayimlik çökmüşdür. Uçub getmiş. Burada əksinə söz var. Bu ara sözdür. Bu da qəmli dərdi uçub getmiş, qəlbinə sonsuz bir şəfqət, mülayimlik çökmüşdü. Bu da olur tabesiz mürəkkəb cümlə. Gözləri oğlunun əksinə zilləndi. Burada da yoxdur. 1D, 2B və C. Keçək mətnlə bağlı suallara, oğul mətnidir, onunla bağlı suallara baxaq. Mətnin altından xaç çəkilmiş sözləri əvəz edə bilən nümunələri yazın. Qolaylanıb, bir də doğan. Baxaq, qolaylanıb, yəni oğlunun üzünə şillə ilə vurur ata. Burada bu qolaylanıb sözü burada gərilmək sözündən əvəz oluna bilər. Bir də burada doğan qəhər, yəni yaranan qəhər deyə bilərik də burada. Yəni orada o yaranmaq mənasında işlənir. 29. Fərruh səbirsizlik edərək düzgün olmaya addım atır, hökmünü əsaslandırır.
Bəli, Fərrux oğlan atası idi Tahirin. Tahir gec gəlir, onun səbəbini bilmədən o Fərruxu vurur. Yəni səbirsizlik eləyib səbəbini öyrənmədən bu hərəkəti edir. 30. Mətndəki obrazların xarakterini əsasən cədvəli tamamlayan fikirlər yazın. Əminə, Tahir. Əminə səbirli insan idi. Daha sonra mehriban idi. Yəni Fərruxdan fərqli olaraq Əminə yəni səbirsizlik edib, yəni səbirsiz davranmır da, yəni səbirli deyə bilərik biz ona ki, o səbəbi öyrənir məsələnin. Onu yaza bilərik. Tahir işləyirsə zəhmətkeş adam idi, bunu deyə bilərik. Tərbiyəlidir, bunu deyə bilərik. Hər ikisinin haqqında ortaq fikir kimi, onların hər ikisi haqqında ortaq fikir kimi yaza bilərik ki, Əminə də Tahir də, hər ikisi məsələn Tahirin atasıdır, Əminənin yoldaşıdır. Hər ikisi Fərruxa qarşı hörmətlə davranırlar. Bunu da yaza bilərik. Daha sonra hər ikisi mədəni davranır. Fərruxdan fərqli olaraq Fərrux şiddət tətbiq edir, amma onların hər ikisində isə Əminə ilə Tahirdə isə belə bir hərəkət yoxdur. Yəni onlara biz mədəni insanlar deyə bilərik. Bu fikirlərdə biz bura qeyd edə bilərik və özünüzün əlavə fikirləriniz olsa onları da qeyd edə bilərsiniz. Belə bu videonun da sonuna gəldik. Digər videolarda inşallah ki görüşmək ümidi ilə.